Kanalımıza verdiği destek için New Yorker brendine büyük teşekkürümüzü bildiririk. New Yorker'da son 70% indirim kampanyası. Kaçırmayın uşaqlar. Davay. Gelin New Yorker'a tez. Axşamınız xeyir olsun mənim bir nömrəli fanatlarım. Mənim qız fanatlarım, sizləri çox sevirəm. Mənim sədaqətli, saadətli, şiddətli fanatlarım, sizləri çox sevirəm. Birəm mənə SMS-lər yazırsınız. Dolu mesajlar gəlir ki, niyə yoxsan, niyə görünmürsən? Axır biz qayıtdıq. Bəli, yenə mən buradayam. Maskam da qayıtdı. Keçən dəfə maskama görə 4 nəfərin ürəyi tutmuşdu, amma bu dəfə yəni qayıtdım köhnə maskama. Bu günləri elə bir qonaqdır ki, hələ bir söz verib ki, epin rekordunu vuracağam. Ən çox çənəyə çıxmış statusunu alır. Yox, ən çox bizlə podkastda olmuş. Ən çox bizlə podkastda olmuş bir adamdır və çox adam onu axtarırdı. Çox adam onu tapdı, amma yenə də gəldik ki, bütün bəzi sorğu-suallara bu gün nöqtə qoyaq. Hər getdi başım. Hər tapılmayan suala bugün cavab verəcəyik. Raminə məmi demişkən bizim qonağımız Ərci. Sağ ol. Doğma bir məkanda. Bəli. Üçüncü dəfədir burada. Bir biz 3-1. 3-1. Ha, bu üçüncü oldu. 3-1 oldu da. Bu 3-1 oldu. O yeni il də var. Yeni il də var. 3-1 oldu. Rekordlar ən çox sayla podkastlıq. Qarın açıq podkast. Как его? Yeni il. Orijinal. Bu da 4. Bura sən rekordları vurdun. Ha, o şimdi Hə də yəni kəsiz rekord. Səndən çox gələn olmayıb. Bir mənəm, bir sənsən. Mənlə bir gedirsən də bir sənə. Epi neçə dəfə gəlmiş? 4 dəfə. Onlar da. Epi yeni ildə olmamışdı ona görə. Ha, 3 dəfə Epi. Ha, vəsə. Yeni ildə də bərk söyürdük. Biz elə deyirik. Sən yəqin başqa bir şey. Alıncı bərk söyüşdü. Ona bir baxışım var. Yox, özü bir sənədir oldu. O Nuna olana qədər. Luna Parkda. O kimi olana qədər bərk söyüşlər getdi. O gedəndən sonra söyləvir hamı qayıtdı da belədir. Bizdə var. Qız gələr kimi özümüzü buraxır. Özü görsədir ki, ana var, repçidən necə kurutlar söyüşlər. Amma mən söyməmişdim. Yox, mən söyüşləmişdim. Mən bir daha bu dolka zarafat eləmişdim. Baxarıq. İndi demək. İncəliyərik qardaş. İncəliyərik görə. Yaz bunu. Kim düzdür, kim yox. Necə sənə yardım? Yaxşı olasınız, neyiniz olar. Şükür, salamat olun. Qoymurlar yeməyə. Niyə qoymurlar? Murat, dekoru bozma. Yox. Bir, dekoru bozma. Bir, ikincisi də dedilər, insulin detin dedilər, nəsə dedilər ki, şəkərə yaxındır. Kim məzələnmə. Hə? Həkimin dostu. Həkim özü olmayıb. Özü olmayıb. Deyərdə sənə dietik nəsə alardım. Klipsiz adı. Ha, ona görə reklam göndərmiş. Bunlara bu gün atmışam ki, klipçi var, bəlkə o reklam verir. Yavını yeyə bilməyəcək də burada. Doğrudan edib cağınız qoyub. Daha burada dördürdü kurasan yiyirəm, heç yəni normaldır, eləyər o. Elə də diabet, elə də intelligensiya xəstəliyi sayılır əslində. Burada mən çox xoşdur. İntelligent sözdür. Burada mən özüm də şirinəm, o da bir plus gəlir ora, başa düşdür. Oyla o gəlir, ona görə belə şey alınır. Qəşəng rep söhbətlər gedir. Olma ki, diabetdən başladı, elə bir el təbəbətindən başlayaraq. Loğman verilişi. İnsulinə qafiyyə tuta bilərsən. İnsulinə. İnsulin, pisulik. Dağılışan. Bildin hə. Keçmişi reper alır. Amma Murat, insulin niyə deyilsin, niyə reperdə? Yəni, repdə niyə insulin söz işlənsən? Vururam, insulin. Başqa şey vurmuram. Yalancı olaram. Bəlkə insulindir. Oturmuşam insulində bəlkə bizdir. Sən danış, Murat, sən danış. Danış görüm, necədir vəziyyət? Yaxşı şükür Allah. Skofieldsan da az repin. Konkret. Həli Murat, bilirsən də, yəni ki... Dediyimiz yolu gedirik. Çox şadam ki, sən xəbərlərdə yox, yanımızda görürük. İnan ki, sən elə başa düşürsən ki, mən necə şadam. El şadamdır. El şadamdır. Yaxşıyam, özümü toparlamışam belə də, yəni ki, baş verənlər, yəni yəqin ki, danışacaq ondan. Biraz belə kaliyadan belə çıxartmış olmuşdu məni, belə özümə biraz gəlmək
biraz uzun müddət çəkdi. Hə, bir ildən sonra bir ildə belə maraqlı olanlar üçün deyim, bir ildə azadlıqdayım da, yəni ki, mən elə bir bu xəbər çıxandan 4 aydan sonra azadlığa tam bəraətlə kim deyir ki, məsələn, ay ev dustaqlığı, nə bilim, qandal, nə bilim, skandal, amma yox, dəqiq baxsan, yoxdur, tam bəraətlə qardaş, yəni ki, 100%. Orada elə daş yazır da ki, ay erci çıxıb, ay erci çıxıb zad, yəni Niyə belə oldu vəbşə? ümumiyyətlə situasiyanı başa düşmək istəyirsən yoxsa? Situasiya olaraq, yəni tam detalına girə bilməsəm də deyə bilərəm ki, prosta не в то время, не в том месте prosta. Yəni belə başa düşdün, yəni ki. Lazım olmayan vaxtda lazımsız yerdə. Hə, heç lazım. Bizim battle ərəfəsində oldu bu biraz. O, конечно, Allah şeydə Pərvizi qoruyur da. Qanunla girirdi ona, başa düşdün. Amma yazmışdın onlara. 100%. Mən baxdım belə ümumiyyətcə, deyim ki, baxmadım, yox baxdım. Hə. Mənim fikrimcə aparmışdım da mən. Yəni əgər elə çıxış eləsəydi, doğrudan deyirəm də. İndi bilmirəm biz bir pokoleniyayıq falan, nə bilim, Pərviz başqa cür yanaşardımı? Bildin nə demək istəyirəm indi? Yo, dəyişib o, dəyişib. No belə deyir ki, dəyişib. Hə, o elə çıxış eləməklə, yəni ki, nə bilim, mən daha çox belə ajotaj belə bir şey gözləyirdim. Yavla aparardım özdə. Bu şey kimi demirəm belə də. Studiyaları özümüz seçsəydik də təbii ki. O studiyalara razı olmayacaqdın. Yox, Kamran Həsənin temasını mən demişdim. Ümumiyyətlə başdan başlayanda bir dəfəni girdi və problem. Elə bir şey. Elə bir orijinaldır. Elə bir orijinal zaten. Başdan bu danışıqlar gedə qərar vermişdik studiyalar bir seçərək. Kamran Həsənini mən demişdim ki, Kamran ümumiyyətlə niyəsə mənim Kamran, niyəsə yox, belə bütün Azrəpi dinləyənlərin məncə Kamran Həsəniyə başqa bir respekt olmalıdır. Yəni bu zibili, yəni ki, ən bir hype olan orada olub da. Yəni Hüseyn keyfələni oxuyub Space-də səhər durub ki, millət var da, başa düşdün. Və yaxud da ilk battle-dan danışırıqsa, elə Xosa ilə Hüseynin o Xos gəldi, yaxud ən gangster gördüyüm şey hərəkətlərdən biridir də, yəni gəldi. Hüseyn ucu nə bilim, 1 saatda oxuyur da, nə bilim, bütün repertuarı oxuyub falan. Axırda Elşad gəldi, belə baxdı, belə elədi. Yəni ilk battle-da elə orada olmaz. Mən Kamrana böyük bir hörmətim var ümumiyyətcə. Kamranı mən demişdim. Sonra Murad mənə təklif elədi kimi Uranı dedi. Mən dedim, mən də Elşad çağırıram. Yəni ki, o demək idi ki, Uran отношение по-любому orada vəliyyət eləyir. Nəyəsə, mən inanmıram ki, Azərbaycanda elə bir dəqiq belə adam var ki, başa düşdüm. Po-любому orada şəxsi münasibət, nəyəsə Rişad eləyir. Onda mən də Elşad çağırsaydım, orada 1-1 olur. Dalına qismət olmadı, mən içəriyə getdim deyəm, başa düşdü. Rişad eləmədi, studiyalar kimi olsun. Samiri də sən demişdin. Samiri də mən demişdim. Epi mən istəmədim. Jorasını deyə bilərəm. Amma niyəsə inanmam ki, bayaq dedim, Samir amma orada nəsə məsələn də şey verərdi ki, neytral qalardı. Yəni mənlə də отношенияda var idi. Həldə səndən. Mən səndən daha çox oturduram nə kimi Pərvizdən. Göz qaçır. Pis görsətdi özdə belə. Bununla da. Öyle sevdən sıralayacaq. Bununla da. Təlli dalına. Kişi deyir, çıxıb batılı zadı aparacaqdım zadı. Danileş kim? Papağın üstündə başladı. Danileş kası şeyləri seçərdik. Nə bilim. Amma Toçunu oradakılardan yəqin ki A4-də razı olmazdın. Mən elə fikirləşirəm. Mən razı olmazdım. Toqada basa razı olmazdın məncə 100%. 100%. Bizə nətər gəl belə eləyək də, nə qədər desək ki, şey yoxdur. O cəhbələr var da, Toqagil o cəhbədir, bildin? Nə bilim A4 o cəhbədir. Başa düşdün nə demək istəyirəm? Hələ bildim, sən deyir ki, Nadiri çağıraq da. Nadir çağır, həvsördür. Keçirən Nadir. Mazin çağıraq. Nalbaz Erci söhbətinə Erci deyib. Yəni başa düşdün? Nə demək istəyirəm də, bildin? Mən Erci olaraq Nalbaz deyərdim də, bildin? O seçimdə də istər-istəməz Erci deyəcəkdi. Mən bilirəm nə cür Erci deyir. Sən bilirsən, mən deyərsən. Mən deyərsən. Çünki heç özü də bilmir. Bir də mən bilirəm. Burada Nadirə salam. 100%. Nadir ürəkdir. Veçin legendadır. Redki ürəkdə Nadir. Nadir ürəkdir zaten. Sən əməli başlayıb içəridə oldun. Ha, 4 ay. Necə keçdi həmin 4 ay? Necə keçdi mənim həmən 4 ayım? Ümumiyyət şəxsi sostoyaniyamdan soruşsansa, yəni
həyatı boyu elə özümü itirdiyim vaxtlar olmayıb. Nə mənada itirdim? Mən Lyubov Sostoyaniyada, yəni həyatımın Lyubov periodunda hər bir anında mən nəsə yazmışam. O 4 ay mən heç nə yazamadım. Yəni o şey var ya, o bəxt üzündə xoşbaxtlıq, ancaq o da başa düşdüm beynində. Çünki həm düşdüyüm pozisiya başa düşdüm. İndi sən məni tanıyırsan, nə bilim Yiko tanıyır, o tanıyır, o bilirlər ki, mənim dəxlim yoxdur da o söhbətə ki, nəsə eləyərik, nə bilim, kimisə balasını bədbaxt heç var eləmərik də o baxımdan. Yəni nə satışınla məşğul olmuş, nə bilim, nə. O yorurdu məni. Sonra bəlirsizlik barədə ki, burdayammı, yoxsa çıxırammı, başa düşdüm. Mən 4 ay mən dururam yuxudan, ağlamdan ancaq o fikir ki, bu situasiya üçün necə düşdüm və bu situasiya necə irəliləyəcək başa düşdüm. Yəni mən bilmirsən axı ki, sən qapalı yerdəsən, özdə biri var, belə deyək də, zon çıxırsan, zon elə bir balaca kənddir də, başa düşdüm. Çıxırsan falan, gəzirsən, nə bilim. Bir də var 4 ay eyni otaqdasan. Eyni otaqdasan da 1 saat 9-un yarısında qapını açırlar belə, sayırlar ki, qaçan yox, ölən varmı? O 9-un yarısında proqulka ola bilər 15 dəqiqə. Prosta 9-un yarısında öyle bir şəraitdir ki, orada sən 9-un yarısında elə yuxuya getsən. İndi kimdir durub orada gəzən? Gəzmək də dediyim yer, yəni bu studiyadan balaca bir yerdir. Üstündə yenə də rişotkalar falan, başa düşdün. Allah bütün dustaqlarımızın qapısını açsın. Amin. Yəni çox çətindir də, yəni başa düşdün. Bütün deməyək də. Elə dustaq var ki, elə dustaq olmalıdır. İndi mən o manyakdan o qutab satıb milləti yəni qaqaşdan danışmıram, başa düşdün. İndi hamı öz cəzasını çəkəndən sonra başa düşdün. Allah açsın da o qapını. 100%, bro. Mən buradan uşaqların da adını çəkmək istəyirəm. Həmən kamerada da. Niyəsə gedəndən tutulandan o şimdi ağlımda sən içərisində gələcək bu. Bir mahnı vardı prosto başa düşdü. Gedirəm 99 problems between one. No, Allah haqqı ya yoxdur da belə şey. Sən rəpə dəxli yoxdur. Yox, o baxımdan yoxdur. Bağalidən danışanda qoşularsan. Az rəpdən danışanda söhbət eləyərik. Hə, ağlımda bu var. O şimdi tərəsi oldu, getdim orada 99-cu kameraya düşdüm. Prosto da bildin 99 problems getdim düşdüm. Silamıslı. Turaldı, Nicat idi, Sədi idi, Samir idi, Nadir idi. Bir də hamısının repdə var ya. International bir dənə şeydəydim, adı nədir? Hücrə deyildi. Ora başa düşdün. İndəm Ukraynalılar gəlirdi, gedirdilər, başa düşdün. Qlobalda oturmusan. Ya, qlobaldaydım. Orada qlobala çıxdım da axır ki, başa düşdün. Hə, Gürcüstandan var idi falan. Onlar gəlib gedin. Bu uşaqlar çox dəstək oldular mənə, başa düşdün. Sağ olsunlar. Amma onlar tanıdılar, yəni belə tanıyırlar, yoxsa Erci nə lazım olmayan yer orada, başa düşdün ki, Ercim yox, tanıyan tanıdı. Sonra Fəqan adı bir dənə uşaq var. Ona da burada salam. Yəqin ki, çıxıb bilməm, xəbərim yoxdur. Çoxdan da o sifəz yoxdur. Hə, даже fanat da yanıma düşdü prosta. Çox əsəbimə işləyirdi, orada yola gedəmirdik. Şirin uşaq idi. Bir də mən nətər istəndirdisə qayıtdım ki, bilsəm sən qulaq assan, mən rep deyərdim də, başa düşdüm, deməzdim də ki, sən qulaq asmır. Amma o da görüb sənin xəbərlərdən ceyb birə-birə tutub ki, gəlsin sənə yanıma. Tırnaqçı rayonunda başa düşdü. Bir ildə oradaymışım. Orada gördüm mənim tutulmam. Ha, sonra sən tanıyarsan, sən kimi gördün orada qaqaş? Zigzagın yanında Tofiq adlı uşaq var idi. Tofiq idi, nə idi? Yumruydu. Da orada düzüydü. Orada düzəltmişdilər. Yox, Tofiq idi. Ha, da o qaqaşı gördüm. Sən tanıyırsan 100%, onu gördüm orada. Ha. Belə də bura, yəni ki, Allah heç kimi yoluna ora düşür, salmasın. Nə dəyişdin sən də, yəni oradan çıxdın? Səbir. Səbirli oldun. Çox səbir. Oradan sonra dedim 1 il konkretlə. Nikoanı. Sən ətər 2-3 ay onsuz da oranın atmosferindən çıxamırsan. Düşdün, yəni istər-istəməz evdəkilər Zalatoy zaten. Kağıtı Zalatoy'da söhbətimizi eləyir. Başqa yer yox da. Həm özümü toparlamaq falan başa düşdüm. Şükür Allah'a nətər başa girdiksə, yəni başa dikdə çıxmışıq, söhbət ondan getmir. Yəni gən deyirəm, situasiyanın özü. Çıxırsan, analiz eləyirsən, başa düşdün. Onunla görüş, bununla görüş, bir də görsən o 1 il keçir bildiyim, başa düşdün. İndi bu heç bunu şeyə bildikdə, bəs bu rap nə? Ki, yəni ondan sonra var idi ki, belə bir şey ki, Fisoda da, bu battle əslində doğrudan da sənin üçün də bir perixod olacaqdı da, yəni ki... Mənim həyatımda rap olanlar nə battle var idi, battle rap var idi, başa düşdün. No, yəni çox gözlənilən bir şeydi də, yəni bütün... İndi hazıram.
Yəni indi yəni problem yoxdur, yəni təşkilat. Prosta axırıncı battle-lardan sonra inanmıram ki, daha sonra Gedək qarajın dalında deyək ki, nə bilim, şey olsun. Yox, indi bax stadiona adamları. Gedək nə qalmayıb söhbətimiz yarımçıq belə deyək. Gedək qarajdan düşü aşağıda deyək. Fərqi yoxdur. Yenə də meydançanın fərqi yoxdur. 100%. Dakança. Bəs indi rap karyerası Çöklər hazırlayıb ya. Deyə bilərik onlara, yoxsa bu sekret deyil. Nə? Kimlərlə fit olacaq səndə? 100%. Fit var? Efraimlə. Bir dənə onda belə deyirsə, bir dənə də mən bir şey deyim ki, Siraçın mən onu deyirəm, çünki bəlkə də səhv bilirəm ki, Efraim əslində o trekə fanatlıq edirmiş. Elə olub da, yox, başqa şey daha. Yox, sən dediyin şey deyil. Yox, o deyil, dəyişdi. Çünki niyə dəyişdi? Bildim nə deyirsən. Fanatlıq deyəndə ki, ya o trek mən sevmişdi də, yəni. Cümləni sevmirəm, ümumiyyətlə başa düşdün. Özüm də fanat olmağıma baxmayaraq. Çünki özüm fanat olduğuma görə mən onun şeyini bilirəm də hara qədər olmalıdır. Biz də fanatlıqdan ya, nə səcələ şey var ki orada. Kiməsə pis gələ bilərdi, okey. Nə demək? Sən şey deyirsən də, Orxanla bizim studiyada bir dənə trekimiz var idi. YouTube-da var bu. Nətərsə Orxan Okaverdi də. Yox, OG Orxan Qarabasqan. Biz elə bir minidən sonra bir dənə albom var idi, onun içinə qoymaq istədik. Large olmalı idi o. Mini yox şey. Ciddi cavab verin. Magnum. Olmalı idi. Ona qulaq asmışdı. O bitə qulaq asıb, bəyənib, o biti də atmışdı mənə. Sonra mən o bitin arxasında düşdüm. Qaqaş ofşim nəsə bir dənə nömrə vermədi. Verdi, nömrəni prost verməsə ona məsləhətdir. Deyilə bir nəsə DJ-dir, 8 bitli səslərlə yığır. Prost qaqaş 4000 pul dedi. Bu bir 4000-ə bax bir dənə başa düşür. Ofşi Azrəpi yığıb bir yerə atışsaq 4000. Azərbaycanlı bitməyə görədir. Niyə, nəsə belə xarici. Orxan tapmışdı o biti. Orikdə var da gedir giri, OG-də də gedir giri, bomba bitidir. İlk eləmişdi nəsə üstünə. Sonra nəsə qərar gətirdik ki, dəyişək. Mənə 2 variant atdı track. Birinci ümumiyyətlə belə də çatmadı mənə. Texno vibe-ındaydı. Birinci vəbşi şumlu idi, bildiyin, bərk şumlu da, bildiyin, çox səsli küydü, nadir elə bir oradan evdən ilə instrument var, hamısını gətirib zaten başa düşdü. Nə qalıb evdə, hamısını gətirib üstünə nəsə eləmiş. Qırıqzadə şeyə. Dedim, Murat, bu mənə çatmadı sözün açığı. Dalından da bir dənəsini atdı, çox belə notarius Bigi şeyində elə də type biti bir şeydir. Nəsə özləri yığıblar yığmana. Efraim ya 90-dır ya da kislotnuydu ikisindən biri. Hə də bu что-то ortasında bir şeydir də. Təzə zapis eləmişəm, düz karkasını eləmişəm. Belə istoriyada danışa bilərəm. Oturdum, tək mənim versum 4 dəqiqədir. Okay. Ürəyin doluymuş sana. Bəlkə də. Ki ay bunu redakt edir. Burada da Orxan vibe-ına düşdüm Qaranın. Popsov vibe var axı ki, pratım çoxdur, nə bilim qısaldıq falan. O da girdi beynimə falan. O şimdi oturdum evdə qulaq asdım, bir dala, bir qaba, bir dala, bir qaba. Yəni bu Niko təsdiqləyər, Niko bilir də. Bir nəsə yığışdırsam elə bir ideya ölür məndə. Həm də ideyadan savayı struktura da ölür. Bildin nə demək istəyirəm ki, mən nə etmək istəmişəm də nəyin üstündə gedir. Biləm Samir elə şey xoşlamır. Məsələn, bir qayfənin üstündə gedib, prosta orada bir qayfə üstündən nə də bir qayfədir. Belə qıraq oxusan qayfiyə də deyil məsələn sözün cümlənin özü. Prosta угадай, кто сегодня на Муз-ТВ Юкорнини Пуски. Qayfiyə yoxdur. Deyil. Eyni qayfə deyil. No udarение. Udarение qayfə. Udarение. O privet sonur Samircina. Ona privet elə oldu. O şimdi elə bir şeydir. Yığdım özünə ki, bəs Fiko bu təkilimdən qalaq ki, yəni sənə bir problem var ki, mən 4 dəqiqədə mən versumda, sənə bir problem var. Ümumiyyətlə, ideya da lap başdan özü təklif edib, sən təklifləmişdi. Bastarayms alə Eminem var. Vallahi indi onu deyəcəkdim ki, yəni Bastarayms Eminem fit yazırdılar. Bastarayms 16-lıq yazdı, Eminem göndərdi 32-li yazdı. Bastarayms 50 yazdı, Eminem 60 yazdı. Trek qutarmır. Axırda trek 8 dəqiqə oldu, 7 dəqiqə trek oldu. Var bir şey eləmiş. Dedim, Murat. Bomba trek qısası o. Elə bir şey alındı. Dedim ki, indi lap lazım gələr özün bilərsən. İndi Alanya'ya gedib, dincəlməyə gedib, yerini yandırdım bilmirəm. Akaz heç mə deməyirdi. Yo, demişdilər ona. O xeyriyə konsertində konsertdə demişdilər ki, Asabqol demişdi ki. Oradaydı. Yo, F gələ bilmədi dedi ki, mən Alanya'ya gedirəm. Bura basmadı da, yəni hər gedən Alanya'ya getdi. Gələcək dedim, istəsən artırarsan, fərqi yoxdur da yəni. Onsuz da fikrimiz var ki, trek eləyək.
İndi bu belə alındı ki, çisto hip hop prosto ki MC ki mikrofon başdan ayağa Bomba girir. Ən sevdiyim. Klip bəs. Yarın biz ləli-bitilər. Məndən olsa qardaş, yəni bomba kimi də klip çəkmək olar bura. No, Yesli kommersiya tərəfindən götürsək, Niko tərəfindən baxsaq buna. Bu 2 dəqiqə. Yox, bu 2 dəqiqə olmalıdır. Yox, montaj delişəcək, çəkiləcək montaj. 2 dəqiqəlik bir şey olmalıdır və nə bilim banger bir dənə xorus nələr olmalıdır. Hə, onu da eləyək. Xoruz? Hə, toyuq xoruz. Bu göykü. Cücə. Hə, belə bir şey. Ürəyim doluymuş ya. Aa, конечно. Gör indi mənim ürəyim nədir? Çıxart baxaq. Ürəyimi verərəm ağzımdan çıxarım. Bir F-lə belə. Ümumiyyətlə niyəsə bizə nə vibe gəlib mənə yaradıcılıqda. Niyəsə istəyirəm belə Duet edeyim. cavanlarla. Başa düşdün? Mənim indi fikrim var EP ilə, Russo ilə uca hazırdır. Qəşəng. Hə, Russo ilə. Hep cavan deyildi. Sənə görə cavandı, amma yəni 700 ildir hep Hə, deyirdi. mənə görə cavandılar. Başa düşdün? Məndən qabaq bir dənə nağıl gəldi, hamısı ölüb də. Sonra kim var tezlərdən? AZ ilə bax eləyərdim. AZ ilə prikolna olmalı. Sonra altın vurdum da yaxşı çalmışdım. Niyə? Bir daha şey. Yox, burada çox Feyzi ilə eləyir. Feyzi ilə eləyirik inşallah. İnşallah. Yaraşar Feyzi. Sən bir dənə yüngül var mikrofonu danışsan. Böyle danışım dudağım burada. Deyirsən Onu çək məsələn burada. AZ ilə sən bunu şəxsi münasibətindən Yox, zarafata deyirəm. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Prosta qaqaşın stylından sən style'ı necə, yəni bir yerə qoymaq. O bax Efraim'in style yaraşır ki. Efraim'in style'ı biraz fərqlidir də. Eyzə elə bir mən üçün şeydir də, yəni ortadır da. Efraim epi ortada isə Eyzə elə bir ikisi şey Eyzə olur. Seven var bir dənə qardaş. Onun Seven. Bir də sən kim bəyənirəm? Prodüseriyim değil mi? VVS Supra. Abi VVS-lə də eləmirəm. Düz dedim adı. Ben VVS. VVS və Opera. Vapra. Mən də Supra deyirdim. Hamı Supra. Hamı Supra deyir. Yazıq adı Supra qaldı. Nickname fikirləşəndə özümə. VVS qoymaq istəyirdim. Hə, o mən oğruyum mən. Zaten ağzına gələn danışırdı. Yox, Erci ilə bağlı. Məndə birinci Ay Erci idi. Sonra Ay Atbala Erci qaldı. Sən nə baxımdan deyirəm? Fikirləşirdim ki, millət üçün belə də məndən çox qıraq deyirdi. Mən onsuz da məsəl yaradıcılığıma başlayanam. Rıqı kimdir zat deyəcəklər. Hə, millət fikirləşən olmamışam. Prosta da ki, çətin olar. Newsku məni çətinliyə salır. Qaldı dinləyici. Başa düşdün nə demək istəyirəm? Nədir? VVS nə? VVS və Opera. Vapra. Ha, okey. Bilsən mən də səhv deyirəm. Belə deyir VVS və Opera. VVS nə? Hansı tədbirdə apardı deyəcək. İndi sən növbəti qonağımız adın çəkmir. Yoxlar VVS deyirlər burası. VVS getdi. Nadirlə getmişik. Nasıl tədbirdir? O gəldi o şimdi Nadir təqdim edib belə deyir. Kimsə rapper Nado. Orada idiot o deyil. Nado var idi. Var idi. Amma o deyilmiş də. Bu Nadir o Nadir'in. Yox, o Nadir deyil. Nado var O idi. Nadir Qafarzadə ilə fit eləyən NATO var idi. O da NATO idi. Yox, o NATO idi. O NATO idi. NATO indi Gürcüstandadır. Aradan NATO NATO Avropada. Söz-söymə olsaydı biləm. Bomba şey danışardım onun haqqında sizə. belə olar. Ha, конечно. Rahat ol biraz. Toşan tanıyırsan da. Hə, O şimdi Toşan qızlar üz istəyir. Nə vaxt Toşan görür, o qrazda axır. Bax elə. Anasının sana qalik yaraşardan. Bildi. O tipli adam. Bu arada şeydə NATO bu dəqiqə hazırsa şeyin o bizim cəmiyyədə ən bomba belə də tamadadır. Başa düşdün? Deyirəm sənə şey deyirəm. Son zəngzad belə düzəldir. Mən TikTokda izləyirəm Gürcüstanda bir də görürəm ki, Marniolinin Kürdlər kəndində son zəngdir. Biz bura reks qoyduq zat. Kürdlər kəndi. Kürdlər kəndi var məsələsində deyirəm. Bornisdə bu günləri gəzirik. Bornisiyadayıq. Rapdən çıxan özünü tapır da, yer tapır da. Protoman rapdə qalanlar da tapacaq. Söhbət odur ki, onda rapdə olmayıblar. Bildiyim mən ona. Bir dəfə şeyə çıxdılar. O səs Türkiyə. Hilal demoyla. Onun niyə alınmadığını danışsam, bütün hamını yandırmış olaram. Nə almamaq? Niyə daşlıq edəmədilər onu desən? Kontraktla bağlanmışdı orada. Hə, doğrudan olmaz da. Yəni məndən olsa danışaraq mən ölürəm belə istoriyalardan ötürü. Bizə olsa da danışdı. Sos Hilal gillik deyil də, başa düşdü. Zəng Səncə Hilal bizə baxır. Hilal ucu da onun damla rapdən çıxıb. Zəng gəzələ ki, evdəkilər bilmirdi niyə deyirəm. Ondan sonra danışaram söylət. Ha 100% şeydə də Perivdə. Bəs studiya brat, həmişə sənin studiyan olub da. Məhdəf sənətlər bilər. Elə rahatam.
Nətər satdım Murat? Bomba satdım sənə. Bəs indi hansı studiyada işləyirsən? Orijinal. Qaracan. Mən ümumiyyətlə də bu gün hamının haqqında nə istəyirəm və necə var elə danışacağam. O vaxtdan mən uşaqlara dedim ki, bu studiya məndən çox sizə lazım. Yəni mən nə deyib, pul, para, ev başımı gilləyəcək yer, maşın, buşun. Yəni bildin nə demək? Bura mənim üçün gəlir yeri deyil. Buradan mən çörək pulu siz qazanıram, okey. Amma siz məndən çox qazanırsınız. Yəni ki, mən bunu bir gün satacağam. Başa düşdünüz? Hamımız qalasınız. Qalacaqsınız belə. İndi də mən deyən olub, okey. Mənim başım bu səfər çox rahatdır da. Ay bunun dalından qaç, nə bilim 10 problemi var, nə bilim studiyanın niyəsə işığını kəsiblər, halbuki studiyanın pulunu veribsən işıq pulu niyə kəsilsin? Bildin nə demək istəyirəm? Rahatam, bura. Ömür boyu da deyirdim ki, mənim studiya problemim də yoxdur. Nə bilim? Ən pis variantda Nikoya deyirəm. Zapsını götürər. Yavını götür. Sən də götürübsən mənim zapsını. Yəni ki, mən kimə desəm 3 gecə olub amma götürdük. Allah getsin. Götürdük. Amma zor trek idi. Mən xoşuma gəldi. Hansı trek idi? Alatoran. Reper adı deyələr. Gecələr. Viglanddadır, hə. Ha, Viglanddadır. O albom da başına gələnlər. Albomda bir-iki dənə babat fişkalar var. Görsənir ki, o albom eləmək istəyirdi burada. Prosta sonra elə bir başını buraxdı elə bildi. Fikir veribsən demo. Yəni demodur albom. Nadirlik da deyirsən. Ha da demişəm, saymışam sizə. Bir как его nəydi onun high-tech silinib, bir də Vigland silmişdi. İndi Viglandın nə tərsinənmə ki, məsələn demo atmışam, qalıb falan başa düşdün. Onları yığıb çıxartdıq da, başa düşdün belə bir söz. Amma Nadirlə fit zad belə yəni belə. Nadirlə fit bir sənətdir. Mən Nadirlə stikyamız var idi da. Mən deyim yoxdur Nadirlə mənim iş birliyim olmaz. Elə şey yoxdur. Nadirlə bizim atlaşın elədi ki, axşam zəng eləyərəm, hardasan, studiyadayım. Getdim studiyaya, bir dənə bit qoydu. Ha, Murat bu getdi, fit oldu. Yəni yazdıq çıxdı. Amma belə namerinli yox. 10-15 dənə də acenli treklər var, hansı ki, yazılıb da çoxdan. Niyəsə bunu qalmışıq ki, başa düşdün. Nadir nəsə qərar verməlidir, çıxsın da bu başa düşdün. Hələ də Nadir qərar verir. Mən əlim özmüşəm də ki, özüm bil də nə istəyirsən elə də bildin. O sənin olsun. Prosta bir dənə də şey var ki, bu indi cavanlarla zadla okey zad hər şeydə. Amma indi məsələn konsertdə zad deyir, yenə də qalan Made Bro'dur, şeydir, nədir, Rockstar'dır. Çox gec aralıqla verirsən, yenə də onun çünki çıxmısan birini at getsin də. İmda atacaqdı. Hə də dediyim kimi, yəni ki, bir ildə 10 stage eləməm, yazmanı yazıram. Yəni çıxandan bir 3-4 aydan sonra yazmağa başladım. Bildiyim elə ümumiyyətcə. Tekstlərim də Yuko həmişə məni danlayır ki, biri belə deyir, həmişə gəlir ki, bir belə yığmışam. Elə sən də görürsən, biri belə listim var. Özdə vərəqdə həmişə də, yəni. Yazıram, bir vərəq ancaq üstündən çırtçıqa çəkilib də, o niyə o vərəq o var da, çırtırlar da, prosta üstündən xət çəkilib. Yox, mən bunu sən kimi öyrədib, sən deyim o texnikanı. Mən ümumiyyətcə belə kumir saydığım 2 nəfərdə qələmlə yazıb. Tarantino. Bir dəfə Elşad bu arada. Ha da Elşad komisar, Elşad elə yazır. Bir də M. Ha. Kim? Eminem. Magciməylə Eminem də bu arada eləmək istəyərdim nəsə. Aynen eləmək olar. Yazacaqsan, podkast çıxan kimi elədi. Hukda olsa belə bildim, tam versiya yox, amma hukda. İndi də podkast çıxan kimi yazacaq. Burada Dado qonaq olanda dedi ki, mən Bulvar administrasiyasında icazə almaq istəyirəm. Mən dedim ki, bu o veriliş deyil də Dado. Yəni bura kimdir baxan? Veriliş çıxdı, zəng vurdular ona. Doğrudan. İcazə verdilər. Özümüz dostumuz idi, yığdı ona. Biz belə bomba verilişik. Yığdırmışıq kimi dünən çaylamışıq da. Axşam azad paylaşdıq. Medvaxtları bizim çomkamız olub orada. Kərimiyə klip çəkmişik orada. Rəvan şey yazmışdı. Rəvan yoxdur, Fatihin dostu. Rəvan yazmışdı ki, Akasda indi icazə almaq lap asandır. Sayta girməlisən. Elə bilirsən reklam edirəm. Yox, reklam deyil vallahi. Prosta sayt var Akasda. Orada komment, mən saxlamışam kommenti özümdə. Nəsə ki, bir dənə lazım olar bizə. Müraciət edirsən, yəni bir həftə özdə müraciətə baxırlar, deyirlər ki, hə yox, все qurtardı getdi. Ha, Medvaxtları çəkmişik orada. Pianino daşımışıq da ora bildin nə bilim. Düz var şey Kərimin. Kərimli hansıdır? Emin Kərimi var. Savuş Kərimin oğlu falan nə bilim. Tanıyıram.
Amma o burada deyil, o deyəsən. Amerikada. Gəlib gedir. Ən güclü aranjmançılardan biridir mənim üçün. Talant. Yəni ki, ilk üçlüyə mənim üçün daxil olan 2 bir günə adamdır. 15.000 pul qazana bilən adamdır. Yəni Gəl görüm. Mən hanı Qaraqandan fit? O da var. Elxanla indi biraz şeyə saxlamışıq onu. Как его dondurmuşuq belə deyək də. Şey tema açdım, prosta bunu ikinci şeydə yadıma sal, bir dənə eləmək istəyirik axı onu başa düşün. İndi prosta Elxan da arada nəsə başqa bir planları var, onu gözləyirik. Belə də tak inşallah ki qazım alınmaz. Bildiyim bir həvəsdən düşmərəm. Yiko da kömək eləyər ki, o bir-birimizə dəstək eləyək, gedək o şeylə, yolla. İşləyirik də brat. Yəni ki, başa düşdün. Deyim ki, ay Elxanla da ölüb tema, yox, ölməyib tema var. Ondan savay 2 dənə də track var. Bildin? Hansı ki o versiyonu atıb. Hə bir də nədir ən böyük planlardan biri? Bax oynan fit. Ürəyin nə bastır? Lap gət indi. Düzdür, amma sən indi Endlə zadla eləmək istəsən. Tamam, Mən olub. Ezdən ki yaxşı deyirəm. Bu qalaya şey istəyirik, klip istəyirik. Bu qala çıxıb? Çıxmayıb da, elindən uçdu, istəyirik klip olsun. Çoxdandır da oradan klipiniz var. Yəni axırıncı klip. Mən ilişdirən ümumiyyətcə də klipdir. Hətta vizual tərəfidir bax. Ümumiyyətcə bir perfeksionizmim var mənim. O məni çox geriyə salır, bildin. Boş buraxmaq lazımdır. Sama redaktor lazımdır. Adam lazımdır ki, koy ravan gitsin. Bildin nə demək istəyirəm? Amma sən də gələ onu boş buraxmalısan. Səncə misal üçün də mən deyirəm ki, bax sabahdan mən Ercin prodüseriyəm. Məncə də yəni bura sənin işin nədir? Mahnı yazmaq. Mən qarışmıram ki, sənin mahnın var. Nə istəyirsən yazırsan. Hə, nə CJ-im olsa deyərəm. Bəyənərsən eləyərsən, bəyənmirsən. Amma sən o mahnını mənə verdin ha. Mənim üçün elə daha qapını bağla get. Mən nə edirəm, nətər eləyirəm, özüm bilirəm. Elə öyrəşmişəm. Belə olmalıdır bura. 100%. Elə öyrəşmişəm. Mən biləsiz Aziyandan belə işləmisiniz. Ay qurban, ona gətirəm ki, sözü mən elə yəni elə də öyrəşmişəm deyəm, bildim. Mənim işim nədir? MC-yəm. Gəldim, zapis elədim. Vəsə qardaş, mənim əlim təmiz, əlim təmiz. Başa düşdün? Məsələn, bax alınmasa prodüserin belini yapışırsan, bəs nə oldu? Baba, yeminlə mən o tərəf lazım. Daha mən məndə o nə deyir, Zizda Şoker teması ancaq zapis olur. Ulduz şokdadır. Zapis olur. Çox redki mən vizualla yaxşı işləyə bilirəm, Bit Pro ilə. İndi düzdür, çoxdan o da yoxdur da. O şeydədir, ki o çəkiliş falan bildim bu vizual tərəfdədir. Çıxdı sferadan. Hə, visualla yaxşı. Səhifəsini görmüşəm. Nadirlə çox yaxşı tutur. Yəni Nadir mənə zapisdə nəyə lazımdır? Ki mən gedirəm, yazıram. Ya Nadir mənə desin ki, брат, куда ты идешь? Şa, var. Это не надо. Bildim belə var axı. Hə. O da lazımdır mən başa düşdüm o şeylər. Tutsak da ля сделали. Şa. Да не, нормально. İçində Mosta durub da bil. ayağınla çaldı. Ну как тебе? Nормально. Hə, bu elə adam da lazım. Məsələn, o tərəf lazımdır mənə. Mənə lazımdır ki, tutaq ki, çox şey tərəfiyəm mən, rapper tərəfiyəm bu işin. Başa düşdün? Özüm baxımdan deyirəm, yəni ki, bunun sonu özümlə bağlı. Məqsəd odur ki, recruiting olmaq, özümlə danışıram. Amma özümə gələndə o recruiting eləyə bilmirəm. Bildin? Конечно. Ona görə qıraqdan bir prodüser başa düşdü. Niko, sən adı bu testi çəkirəm ki, başa düşəsən də o qaqa. Vaxtında Ercinin prodüseri. Yaxınlaşıcı eləsə ki, Ercin şeysizsiz. Nə gözəlsiz. Hə, yəni ki, o tərəf mənə lazımdır. Özümdə prodüsering eləyə bilmirəm. İndi lazımdır. Eləməməlisən. Hə, ki, yəni ki, mən bu tərəfdən məşğul ola bilim. Yəni o Yusuf, prosta bizim rapperlərin məncə rapperində böyük problemi odur ki, rapper çox qarışır prodüserin işinə. Yəni kim ki, misal üçün hansı prodüserlər var. Sən şey yoxdur. Bir də mən bunu şeydə görmədim də, Madhouse-da mən bunu görmədim. Madhouse-da yəni Aziya, yəni orada bilinir, bu istər-istəməz adam baxanda səhifəni, nə bilim, klipləri araşdıranda bilir ki, yəni bu da 100%də bunu Aziya deyib ki, belədir. Hamı deyib ki, bro, sən idi. Sən də bunu eləyirsən. O tərəfdə bizə nə teması var? Aziya möhtəşəm idi o baxımdan. Bəlkə o birislərdə möhtəşəmlər var. Prosta Aziyanın xarakteri daha güclü idi o birislərdən misal üçün. Sən nə deyir? Mən Aziyan gedəndən sonra ən böyük şeyini harda tutdum? Medaus kimi var okey. Məsələn, tutaq ki, onda Synapse var idi. Synapse məsələn bir rapper var idi. Ulduz tutaq ki, atıram. 2 rapper Ulduza yaxın. Meddə
3 dənə o qoçun başını bir yerdə qaynatmaq, başa düşdün? Kimlər məsəl üçün? Oka mən, yəni ki, Elxan, Əli ulduz olmasaq da belə çətin adamları var, brat. Yəni çox çətin adamlar var. Aziya gedəndən sonra niyə dağılışdı? Bildin? Çünki orada özü nəsə hassas söz yetizdirən bir, mən burada nəyisə udanmıram. Mən başa düşdüm, o idarə etmək sistemi çox çətindir. No, Aziyada da taktikası çox möhtəşəm idi. Sən elə deyirdi, elə bil ki, sən doğrudan da belə fikirləşirdin. Bildin? Yəni, nə şiş, nə köz. Hə, də. Onu gəzməyə bəyənmir də. Adam özünə oxşayan birisi insanı bəyənmək keçir. Oradan sən də eləsən. Mən heç görməmişəm sən. Çən niyə 4 il gedir? Bu arada Samirin şeyi var ama. Hardan bilirsən? Yo anda görmüşəm. Çox saylı xahişlərə görə biz Nikonu gördük ki, elə yaman danışır, tək ikimiz çatdırmırıq. Üzmə deyil. Dinən izlədin. Adımı çəkirsən demirsən. Niko, bir dənə qardaşımın sualı var. Heç saxan ercəyə verməmişəm. Yəni bağışla da sənin yanında verirəm onu. Amma yəni mən həmişə sənin xətrini çox istəmişəm. Prosta doğrudan da sənin həyatında bir moment var ki, mənə heç vaxt çatmayıb ki, G-Cost vaxtı hosta qarşı dis yazan zat. Yəni belə çox aqressivcəsinə onlardan zəhrəsi gedən adam nə baş verdi ki, birdən-birə ən yaxın adamlara söndü. Tamam, düz problem. Mən onsuz ümumiyyətcə nə eləmişəm, hamısında sportsunu zor edir. O heç o atalar söz kim bir şey yerini eləyir, zor eləyir. Hə. Yəni deyim də nə tərəf baş verir. Ümumiyyətcə G-Cost yaranmaqdan başlasaq belə uzun olmaz. Yox, brat. Gəncə Cost idi bu. Gəncə Cost idi bu, kəsildi. Hosta belə gəldim. Diskəyə belə. Açılır ki, Qaraqallı. Gəncə Cost idi, Cost belə oldu. Hə, o Gəncə Cost idi bu, mən Gəncədə olanda. Rəhman rəhmətli bu arada uşaqların qəzadır, Rəhmandır, Allah rəhmət eləsin. Uşaqlar, nə bilim, o yaşa gəlmiş ki, itirə-itirə gedirik. Bu sözü mənə şey deyib, atam rəhmətə getdi. İmkan bir dənə, imkan bir dənə. Axıra qədər İmolla gəlir, Fatih oxuyub dağılışırız. Hə, nəyə gətirirəm? Dalın, nə bilim, daim rəhmətə getdi xanım, Agillə oturmuşuq. Gəlin bu verişdə Agilin söhbəti açılıb, Agil belədir. Naçilosic belə. Yəni, tipa başladı. Doğrudan oturdum, fikirləşdim, yəni o yaşa gəldi də, bildiyin, itirə-itirə getsin. Uşaqlar, obşim, çox rəhmətə getsə də, Allah rəhmət eləsin. Nə olub aramızda, nə olmayıb, bir bölmüşük, bir, nə bilim, yalla, çörək kəsmişik. Nə bilim, adama pis gəlir də, doğrudan da, başa düşdüyün. İti bu zəngələri. Dən danışdım, şey yazmaq düşdü. Çox asan. Deməli, soldan icazə al. Bir dənə veriliş var, indi olub keçmiş söhbətlər, ona görə rahat danışıram ki, bu dəqiqə müəllim özü də sağlamdır, yəni bu dəqiqə işlədir. Deməli, o vaxtı bir verilişə çıxıb, yəni xanımlar. O verilişdə də sən o vaxtki vaxtı atdın. Pis gündən, amma kəsərsən də kimlə danışır. Pis vəziyyətdə də bildin oturub o belə. Eləyən bilən bilir ki, bu nədir? Xanım soruşur ki, bəs onsuz da bunu bilməyə yoxdur. Başım xanım soruşur ki, bəy, necə qurtardınız bu bəladan? Belə eləyirlər. Çox asan. Sol çiyindəki mələkdən bir icazəli ki, onlar yalan deyil. Bildiyinə. Çox asan. Hə. Əlim baxdı, bu nə deyil? Nə? Ən baxı? Bunu sən yiyirsən. Yox, bura qoyuram. Hə, o kim? Gəncədən gəldim. Biz birinci tanış olduq Fiko ilə, sonra Qara ilə, Rəşad. Fiko Xəzandır. Xəzandan gedir söhbət, hə, xof. Adını dəyişib xof qoyub, deyirəm ki, elə bir ki, Xose Asır məclisdə yemək yeyir, belə bildim. Bir dənə də qaqaş gəlir, sanmışı belə gəlir. Bu da azda çörək var, xof. Nəsə, gəldi, o ki, bu oldu G-Cost, tamam. Bizdə də lider onda həmən qrupda Rəşad idi, rəhmətli. Allah rəhmət eləsin. O 5 istəyirəm, bütün ölülər sağ. Oydu da, neyiniyim? Rəşad döydü, yaxşı. Bu agresiyanın da səbəbi
başa düşdün? Ona sual verdin, ona görə Rəşadın kommentləri idi. Başa düşdün nə demək istəyirəm? Rəşad qəza eləyirdi bunu. Başa düşdün? Rəşad deyirdi, hə biz daha bir böyükdür. Düz eləməmişik böyük qəbul etdiyimiz yerdə. Hə Rəşad böyükdür, bunun kommentləri falan ora bura. Ümumiyyətlə Cikosun dağılmanı mən özüm o vaxtda nəməyə 10 dənə dinləyicimiz var idi. Bir dinləyici yazdı ki, bəs Cikos dağılıb. Mən də yazdım ki, yox, dağılmayıb falan. Söndüm, Rəşada yazdım ki, bəs belə, hə dağılıb, Rəşad dağıtdı. Sonra da bizim Rəşad dağılır. Dağılmaqlı dinləyicilər öyrənir. Hə, sana deyirəm də, hə. Ha, o şimdi o orta zvino, yəni kim ki var idi host və bizim aramızda adını deyəcəm Namid idi. Başa düşdün? Mən Namidlə görüşdüm. Namid Qaraçıxır. Namid Qaraçıxır. Qaraçıxır. Hə, Namidlə görüşdüm. Elə oldu ki, mən host deyən və host kimi tanıdım birinci Mazi, daha da Ayza ilə görüşdüm və ümumiyyətlə Cikos'un dağılması səbəbinin ən böyük teması o idi ki, Çalqaş nə qədər dis yazmaq olar? Ki, mən başa düşdüm, biraz dəyişdi. 55 track var, 53'ü disdir. Bildiğin, çatanı şaxlaydı. Cavab da gəlmir. Gəncədə mövzu yox idi. Amma söz deyim sən, yəni repressiya tracki çıxdı. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Mənim də Bakıya təzə gələn vaxtlarım falan. Repressiyanı yazdıq. Üstündən 2 gün keçdi. Repressiyanın radioda başladılar rotasiya eləməyə. Turqutgilin onda şey var idi, veriş var idi. Masterçidə. Yadımdan Bakıda nə master çıxsınız? Hə, yəni belə başa düşdün. Hə, Çiz Namid falan mən Ayza başa düşdüm ki, yəni bu mən tanıdığım, mənə tanıdılan uşaqlar deyil ümumiyyətcə. Yazdığım dissi də başa saldım. Ümumiyyətcə Elxana ən böyük bu dissi özüm yazmışam. Bundan o tərəfdə heç kim yazmayacağından sonra da. Yəni mənim üçün ən birinci növbədə şəxsi münasibət. Bildin nə demək istəyirəm? Yəni getdikcə başa düşdüm ki, bu adamlar başqadır. Elə də Ayzəgillə falan da özü. Siz Ayzələ qohumsunuz və şey. Niyə də? Nə bilim oxşuyursunuz. Yox, oxşamır. Yox. Oxşuyurlar. Olar, hə. Mən Aziya ilə bağlı nə olub interesinə? Biz Aziya ilə birinci səfər tanış olanda gəldim ki, bunun yanında bir aşağı oturub. O çox znakom uşaqdır da, bilməm. Bu kimdir? Mənim alnımda burada uşağım görsən, burada. Görsən. Bu Xəyal adlı uşaq eləyib. Biz uşaq olanda elə bu turnikdən sallaşmışıq. Qarbaçov. Hə. Mən ayağından tutdum bunu belə yerə yıxdım. Bu da duran kimi daş atdı belə tak dəydi bura. Ümumiyyətlə qan gəlmək teması biz buradan anlamışam. Uşağım da gedirəm bildin ağızlar əyilib. Görürəm ki, nəsə tökülür. Çatmır ki, baxıram o yağış da yağmırdı. Akaz alnım açsın bildin. O xəyalla da danışdım istoriyada. Nəmə bir yerdə böyümüş, sonra bu köçüb başqa yerə. O biraz keçdi, o sənin adı Xəyal deyil. Hə, həmən Xəyal. Başa düşdün? İlqar Xəyal deyildi. Həmən Xəyal. Maksimum Aziya ilə bizi birləşdirə biləcək, yəni o qohumluq mənasında bizi Xəyalla birləşdirir. Xəyaldır. Yox, realdır. Realdır. Reality. reality. Hə. Yəni ki, sırf tanış olandan sonra zad o Biz söhbət post production'a getdik Oka ilə mən. Yəni ki, kontraktı, yəni Azərbaycanda mən yenə qədər inanmıram ki, doğrudan da o kontrakt üstündə olan MC olmuşuq da bizdə. Biz ikimizi onun özü elə hostun içində də böyük şey yaratdı, başa düşdün? Yəni rezonans. Bilmirəm, nə deyir? Mənə çatandan nidarajdeyin. Kanallar 5 var. Amma mənə çatandan nidarajdeyin. Mən həmişə onu bir sənə soruşmaq istədim. Sizdə orada bir-birimizə paxıllıq yox idi? Kimlə? MC-lər arasında yaxşı paxıllıq, ağ paxıllıq. Yox, yox. Niyə mənim? Bəlkə də şey var, qara paxıllıq. başa düşdüm. Yox, mən vallahi deyirəm, yəni ki Tengri deyirsən, Tanrı deyirsən, Allah deyirsən, Krishna deyirsən, Budda deyirsən, nə bilim, bir qurban olduğum şahiddir ki, mən öz dostumun uğruna özümdən çox sevinən adam olmuşam həmişə, bildin? Ondan da nə vaxt ki mən o vaxtdan tanıyır tutaq ki də başa düşdü. Sən o period məni yaxalamayıbsan, tutaq türlər demiş. Vaxt ki bilir də pis bilet gedir. Nə oldu? Əl çaldı. Milçək. Arada belə gedir, belə. Zor nə bomba çıxdı. Mətdə bir dənəsi var idi, o vatavotdu. Bir dənə kamar girib uşaqlara qoymadım da o
onu öldürsünlər. Böyüdü öldü də, qocaldı öldü. Sən MC Kamarda. Napoleon'u qonanmırdı kəsərə. Gəlir elə tutub bildim. O qədər iyiymişdi bildi. Xəstəlikdən öldü də. Ha yavru qocaldı öldü elə. Ağ şeyini görür. O qədər qan içmişdi ki. Ha Murat mən o baxımdan nə hiss eləməmişəm də sözün açığı ki kimsə paxıllıq çəkir. Ümumiyyətcə də o baxımdan bir sənə dəstəyi var. Biz konsert eləyirsən məsələn də kombat ərəfələrdə nə qədər adam zəng edir ki, pulsuz bilet başa düşdün. Bizdə bir də ənənə var idi. Disk çıxır. Hərdən 100%. Disk çıxdı qıqaş. Birinci biz alırdıq. Elxan bütün kitabları yoxdur məsələn. Bütün kitabların birinci Nüsxəsi. Nüsxəsi. Hansı tərəfdən soruşursunuz? O da belədir. Səndən götürdüm, unutdum özü bir şey. Qoy məndə qalsın. Qoy məndə qalsın. Hə. Onun elə bir ki bütün hamısının ilk şeyi nüsxəsi. Demədi o sözü. Ola niyə qoydu? Birinci kopyası. Birinci kopyası məndədir. Yəni hamısını da biz belə bir pulla almışıq bildiyin. Yəni ki bizdə adətən var idi. Albom çıxdı, tutaq ki, albom pulu başa düşdün. Sən dediyin kimi də mən onu bəlkə kimsə nə tərsə hardasa dübənə fərq elə. Qardaşım imkan ver də bizim podkastda. Ha, buyur. Samir. Buyur bura. Sağ ol bura. Xarici replərdən kim var? Drake neyniyib? Bəli. Bunda Samirin ən birinci nickini bilirsən nə oldu? Deyilən cırılar. Bunlar savadsızdılar. Görüb tapacaq. Görə indi kinomendi. Onu demədi. O nickname'i dinlər, sonra da ki nickname kim haqqında? My Diba idi. Dadiba. Sami iş rap nickname'im My Diba olub. Səncə My Diba nədir? Elə deməli ki, Madiba kimin şeydi, kliçkası idi. Hə, Madiba kimin ləqəbi idi? Madiba Nelson Mandela'nın ləqəbi idi. Kinoya dedim Nelson Mandela. Hətta bu Nelson Mandela maksimum kinodan biri. Maksimum oxşayır ya da basketbolist Effect Mandela. Hə. Effect Mandela, Nelson Mandela Carın ilk qaradərili prezidenti. Yes. Madiba da onun ləqəbi idi. Yəni deyəsən Diktator değildi o. Deyil, yox. Miro'da diktator. Effect Mandela bilsən də nədir? Məsələn, yadımda belə qalıb. Məsələn, yenə qədər mən o Mandela temasında Pikachu'nun quyruğu söhbəti. Mən qaraydı da o qaqaş başa düşdün, deyirlər o sarı olub. O da niyə Effect Mandela deyirlər? Mənə də qara yadıma gəlir. Görsən? Sənin qaqaş qaradır bu. Deyil də, bildin? Yox, heç vaxt qara olmuyor. Yəni onlar yazılır. Deyil. Quyruğun bir hissəsi qaradır. Deyil. Amma mən də sənin yadımdakı qaradır o. Necə olur o? Bir dənə qarayır da. Qara basmadan sonra. Qaraya aid nə var? Qaradır da qara. Ha, niyə Effect Mandela deyirlər ona? Mandela o vaxt niyəsə hamının ağlında qalıb ki, bu ölüb. Başa düşdün? Sonra 80-larda, 90-larda bəlli olub ki, hə. Daxuya içəridə oturub. Hə, ki bəlli olub ki, bu ölməyib. Oradan da Effect Mandela adı oradan qalıb. Niyə bura gəldi onu da bilmirəm. Hə, Madiba. Mən də ləqəbim Madiba idi də. Yəni sırf onun şeydə. Və niyə indi o ləqəbi istifadə eləmirsən? Sonra dəyişdi. Funky Soul oldu. Aparıcı kimi bu salam mən Madiba ya. Sizə Madiba ya. Dans adına oxşayır. Mədət olub. Mədinəni götür, Madiba. Ya vaxt elə Madiba qoydum, nə qədər dostlar dedilər ki, Dadiba. Yəni sonra dəyişdim bir şey oldu. Təbii mən bilmirdim. Yəni mən də O 2009-da zətdə yazdırmışdım o trackə, brat. Mən sənsən, brat. Ümumiyyətcə belə bir nəsə var da səndə. Məndə albomlar zətlər var, brat. İç qlobala var. Qlobala çıxmışlar bunlar. Şey paylaşmışdı. First News-a. The Flow. Rumunski səsi. The Flow Ruslan deyil. The Flow yox, şey Slova jurnal paylaşmışdı. O vaxtı şeydə Sonra Aysel Biz bir şey danışaq. Deməli Erci yığdı ki mənə. Bəs gəl Space-ə. Vallahi də var. Hə, gələcək. Kanal da aldı. Necə gəldi, eşidirsən? Gəldi Space-də bizə ofis verdilər. Oturdu. Erci ilə yazdıq, pozduq, artistlərlə görüşdük. Nə, Netflix-də proyekt var. Rhythm and Flow. Bunu elə bir birləşdirdik. Bunu elə bir daha belə oradan-buradan götürüb daha belə Azərbaycanlı. Məndə varam plus Rhythm and Flow. Amma məndə varam olacaq da adı. Çünki məndə varam adı Space-ə Franşiza kimidir. Franşiza kimi, okey. Oturduq, yazdıq, pozduq, nə bilim. Artistlərlə danışdıq zat.
Sabah baxdıq xəbərlərdə Space bağlandı. Sən bir ay yarımdır sən eləyirik. Nikoşla gedirik, Boş-boşuna gəlirik. VBS-in verilişi rastladı getdi. Hə, dedim çartdı. 12 turdur, 12 tur acil şeylər yazmaqdan karandaşam da bildiyim belə üzüm başı pas. Sən 200 min girib də bizə. Nəysə belə bir şeydir. Ora bura nə bilim o MC-ləri çalmışıq, danışmışıq falan ora bura. Casting dolasıydı. Prosta biz istəyirdik başdan ki bir 5 nəfər xətəbı biləydik. Deyə bilən olsa. Hə də naura getməyək də bildin. Ha işte kanal bağlandı bura deyən yox demək. Necə bağlandı? İndi şey fərqli olmadı. Nə oldu? Bizi çağıran bizi elə bir ki biz nə işdə anamıza bizi çağıran sastav bizi çağıran sastav getdi. İndi fərqli Əgər gəldi. bizi nə vaxtsa məsəl üçün o adam keçib ictimaiyyət falan nə vaxtsa biz dəvət eləsək ki, yəni biz orada eləyənmədik, gəlin burada, amma əslində ictimaiyyətdə eləsək daha bomba olar. Zor olar. Çünki onlar daha belə 90% yəni biz tərəfdən hər şey hazır idi. Partladır da. Daha biz nə etmişdik? Nikoş sağ olsun maşın teması tapmışdı ki, udana birinci yerə maşın falan nə bilim, nə World Telecom atıram, nə bilim, çıxana telefon. Bomba da konsept SMS-lə zadla olacaq. Bomba da konsept fikirləşmişdi də, yəni ki, hər həftənin öz mövzusu falan. Ayrılırıq ki, aparıblar. Sənədən sonra kimsə eləyir. Şey, как его, plus hər MC-nin də öz beatmakeri. Bildin, beatmaking week də eləyirdi, başa düşdün həmən. Yes. Sonra nə oldu? Onu deyim. Mən də bir-iki dənə suallar verim də. Ver, hə. Çox görmüşəm. Medalsu tezlərindən yaratmaq istəyirdi. BMM. Nə var? Hə? BMM. Hə də yəni Medda. Hə, o studiyada. Nə, ondan qabaq söhbət edir. Yox, gəlmişdim də studiyada daska yazmışdım. Hə, də studiyada, hə. Bəxt dediyə satdıq. Düzəldi. Sənin, hə. BMM, brat, o da niyə alınmadı, deyim də sən də. MC-lərin, yəni orada nədir, Niko öz dediyini eləyir, mən studiyada mən dediyimi eləyirəm. Gələn də başa düşdün, MC-ləri bir yerə yığmaq söhbəti. O romantika ölüb uje mən. Bildin ki, mən Təsəvvür TV-ni zat tapmışam oradan şirkət. Onlar gəlir. Hə, düp eləyərsən də buna. Sən eləyərsən. Montaj adamsan. Rəhmandır. Şeydir. Gəldik, hamısı kostyumla oturub ki, indi deyirlər ki, bəs bunlara bir konsert söz vermişik, ora bura hamısı işləyirlər. Nadir qıraqdan gəldik. Puyer kimdə var? amma indi zarafatı Özür dedim söhbət. buranın zarafatı deyirik, amma onlarda problem çıxdı nəsə. Yerə bilən işləmək çox çətindir bura. 100%. Sənə verilişlər də çox yaraşırdı. Məsəl üçün o xırdalayırdın, bir dənə veriliş vardı, Östrek və Genius kimi. O kadar çıxmışdı ya verilişə oranı. Hə, biləm də. Doğrudan o prosta çıxmışdı. Ümumiyyətlə mən bir dənə tamam istəyirəm Murph var, bilmirəm, bəlkə sən tanıyırsan. İngilis dili kitabı idi, qırmızı. Murphy-dir o. O Murph deyir. Hə, Murph var. Qardaş o kimi şeydir də, belə deyək də. Biz səndə bu doktoranturaya qədər gedir də, hip-hopun özü də, yəni elmi dərəcəsi var Əsgərdən falan. zaten qaçmaq olur. Bu qaqaş da jurasını bilmirəm. O qaqaş da bu doktoranturanın hansısa yerində idi. O şeydə Grammy-də falan səs verən qaqaşlardan biridir. Onun bir dənə şey var, nə deyirlər, rubrikası var, belə deyək də. Ataram sən baxarsan, bombadır. Sırf məsələn, Zakim niyə Tupac sənin ən 5 sevdiyin MC-dən daha vacibdir? Belə sual qoydu. O videonu görmüşəm mən. Hə, videonu görmüşəm. Yes. Elə bir şey eləmək. Amma razı deyiləm qaqaşla. Onun indi öz tərəfi Anar. Bak biri uğraşın biri ol. dibinə getsək. 100%. Ya, Sübut eləyərəm boysuna. yox, bax, ümumiyyətlə bir sənə də temadır. Burada avara olub da, küçə adam olub da. Sən ondan nə gözləyirsən? O küçə adamı olmayıb. Bizdən də gözləyirlər. Bir örnəkdən sən nə dinləyici gözləyir ki, biz səndən bir dənə hərfi səhv yazırsan, oradan yazır ki, düz yazınsa. Allah biz bir küçədən gəlmişik ya biz. Birinci mental olaraq da tutaq ki, götürək Azərbaycanın bizim fikirləşdiyimiz. Onlar bizdə üzr istəyirəm ifadəmə görə bandırşa nədir? Padlodur, düzdür? Bandırşa şeydir, PIMP-dir onlar da bildin, zor hərəkətdir, bildin? Onu demirəm, məsələn deyirəm. Bizim tərəfdən ümumiyyətlə yanaşıram. Mən daha o tərəfdən yanaşıram. Ümumiyyətlə insanlıq tərəfdən yanaşıram. Mentalitetimi qoy qırağa. Bir insanın evində qızı zorlayırlar, o bilir bunu və heç nə eləmir. O da bir sənə də şahəli söhbətdir, qardaş. Yox, şahəli söhbətdir. Fakt o birinci, yox, aşağıda olub da. orada 6 nəfər hamısı Tupac orada olub. Olub. Prosta Onu qız deməyib ha. O 6 nəfər deyib. Onlarla arası Snoop Dogg'la Dre-ilə Tupac ölənə yaxın onlarla arası yox. İndi Snoop Dogg çıxır. Tupac'ın adını zadı çəkir ki, belə onlar axır vaxtlar Pak. Belə atmosfer adam olub. Yəni bir sənə də İslam fırlansın,
o kafada olub. Nə bilim, Şuqla fırlansın o kafada olub. Muradcınla. Biginin Notarius kinosu var, baxıbsan. Orada bir dənə bomba kəlmə deyir Tupac haqqında. Deyir ki, 10 nəfərdən soruş Pac'ı. Yəni onu da başqa fikir deyəcək sənə. Yəni bir gün dururdu ki, rivalistana. Riyakardır da burada. Səhər dururdu ki, məsələn, Anasına oxşamışdı da bura Tupac. Anasına oxşamış. Qardaşım, Tupac öldü 40 gün keçmə anası albom buraxır, satırdı. ondan da razı deyiləm. Sən niyə razı deyiləm? O anasının elədiyi şey deyil ha. Anasının elədiyi şeylərdir. Extension anası bilsən nələr eləyir. O vəbşə qoymuş şey Instagramda. Millətin anasından nə işiniz qalır? Yox, Afeni Şakur yəni tanınmış ağlar. Bizdə mama çənə Yox, orada sən söhbət kampaniya söhbəti ola bilər, bildin? Label söhbəti ola bilər. Yəni gangster Tupac başlamışdı Tupacalypse albomuyla. Mən Tupac'ın TTX-ını bilirəm. O tüdüllü boy hekayə. Elə də mən də. İncə sənət universitetini bitirib. Belə nə bilim Jesse Pinkett, Jada Pinkett. Jada Pinkett'lə balet oynuyordu zat. Atası Şuq onu elə elətdi ha, bura. Bilgi daha küçədir, Nerjeli Pac. Anası Afeni Şakur Qara Panterlərin üzvü idi. Atası deyəndə ki, atasını bilinmirdi. Hə də dəif çıxan. Dəqiq çıxar. Anasının nə məşuqəsi deyirlər, nə deyirlər onlar? Step Daddy qardaş. Ninja da elə. Step Daddy də oran banditi idi. O da Tupac gedirdi, bir dəfə dedi ki, mən istəyirəm, mən də şey olmaq istəyirəm. Step Daddy-sinə görə də o da nəsə Panteralarda o Panteralarda, başqa Panteranın apaslı variantı idi o. O da qayıdıb dedi ki, amma mən tutmaq istəyirəm. Buna bir dəfə nəsə verdilər ki, gez yoxlayaq səni yeyəcək. Amma heç nə eləmir. Dedi ki, sən qarışma, sən get baletə oyna. Biz sənə nəsə şey eləyər, öyrədərik səni. Ola belə çox istedadlıyıq. Bəs yaxşı, uğraşdığı hardadır ya? Onu deyirəm, bu vaxtı. Sən qangsızda deyirsən. Sən dediyin temayını desəydi, məsələn, snitch olurdu. Detski plaşatkada. Perestroika başlayıb, uşağa deyib, uşaq ölüb. Ya da başqa nə uğraşlı olmalıdır? Yox, o da düz deyil axı. Bir dənə üzrsən qulaq as. O başlayıb həmin perestroikanı. İki dənə argument dedin. Bax, qulaq as. Birinci argument o idi ki, aşağıda qızı zorlayıblar. Birinci olan gedib desə bu avtomatik snitch olur. Razısan? Snitch olur da. Demək, yoxsa boyun nə oldu? Snitch mən orada çıxartdım bunu, getdim burada. İkincisi o perestroikada prost momentdir də, nə bilmə, bayaq məsələn dava düşüb aşağıda. Nə biləsən kimi parkdır, okey, orasında başa düşdüm. O başlayıb o davanı. Problem odur ki, o başlayıb onu. Belə şey adam olmur. Yəni hər kəs sənə kimi adekvat mıdır da? Böyük əmilər buna silah veriblər ki, silahı saxlasın. Yox. Böyük əmilər sənə silah veriblər ki, sən silahı saxlayasan. Sən də desən ki, o silah mən neynəməliyəm? Mən bombayam. Belə şey yox. Он тоже в гангстера играл. Он в гангстера играл. Играл, да, есть такое. Sonra Şuqnaydın sən də mən altına keçdi. Sonra da qaldı Şuqnaydın əlində. Şuqnaydın da barmaq elə tupu onu eləyirdi. Ha, orada da tema var ki, tema da orada var ki, axırda Şuqnaydla dedi birləşdilər. Tupac da bir gündən Şuqdan çıxmaq istəyəndən sonra bilsən o tema Şuqda его убрали. Belə tema. Bəs onda Pafdidin əlindən vurulmuyor. Amma Pafdidi də bir gün Pafdidi onlara pul zat təklif eləyib öpməyiniz. Prosta plus üst-üstə düşür. Çiftidir vurub, çift. Çift. Nə varsa kif. Gözüm yox para pulda. Yox, çift heç kim vurmuyor. Yox, o adı neydi o kişinin Gombul? O çift rapperdir. Bildim, rapperdir o gang. Bildim kitab yazdı, yandı, idiot. 15 il manzı yandıranmırlar bildiği ki bu kitab yazdı ondan yandı ki bu vurub da bildi debil be. Səncə o qara olmasaydı onlar 2 gündən sonra tapacaqdılar. Amerikada gördük qara kimi bir öldürsünlərdi qozumuzdakı. 100%. Ya o söhbət ona gedirəm ki Tupac çox Tekaşin bu arada bir də şey var. Axır vaxtda Tekaşin fikirlərinə podkastda. Tekaşin da 6ix9ine. Nəsə orada şey düz danışır axı. Zor danışır. Bir kere prosta onun ağzından bu çıxanda biraz adam şey eləyir də. Bura neynəsin? Sən deməməlisən də bunu. Deyir, mən axıranla gəzirəm, mənə deyir murtdaşırlar. Amma gəzməyənlər bir hamısı deyir qəbrin altındadır. Deyir, sən qardaşına qarşı deyir, nəsə eləyirsən. Bunlar qaqaş deyir də o argument. Deyir, кто убил deyir. Kim Pac öldürüb? Brother, deyir, qardaş dediyində qara, nə bilim, bir günü kim öldürüb? Qardaş, başa düşdün? İndi məsələn Tekaşin temasında səncə düzgün rap znakı qoya bilərsən ona. Yəni ki, damğası ki, bu adam snitchdir də, yəni. Gəl deyirlər, mən belə baxıram. Məsəl üçün 100% sən də bilirsən, Niko da bilir, bəlkə Vaxo belə şeyləri bilmir, amma Amerikada mən konkret eləyiblər. Mən eləyiblər, bunu baxa bilmir. Sən nə temadayız adı? Gün özünə sən də verdi. Az rapdən danışanda gələrsən. Ya misal üçün də
Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Snoop Dogg'u götürək, Dr. Dre-ni götürək, Tupac'ın özünü götürək. Yəni o var 90-cı illərdə başlayır. Normal adam deyil. deyil. Mən də onu deyirəm, 90-cı illərdə. Ordalar hamısı mafiya ilə, qangsterlə işləyirdilər. Qangster bunlar cibinə pul batır. Necə ki bizdə meyxanada şabaş verirlər. Qangster cibinə pul verir. Kripsin adını çəkərsən. Sonra dedi ki, onlar da Crips biz belə qangster bir qangster tərifi deyirik. Vlad. Gördülər ki, milyonlar qazanır. Həmin o cib basan deyib ki, gəl bura, dolyahanı. Və misal üçün bir yaxanında Migos. Okay. Birini öldürüblər, birini az qalıb öldürmüşdülər. O da 100% dolya söhbətidir. Koavon vurmaq istəyirlər. O 100% dolya söhbətidir. Çünki o Atlantadandır. Orada dolyasız mümkün deyil. Nə oldu Migos belə Dolya yoxa qumarda oldu. Mən sırf şey tərəfdən danışım. Bax indi Tikaş tərəfdən. Prosta özünün qoyub variantı. Bu adamı bir səndə nətərə qoyublar qabağına ki, məsələn də sənin FBR bunu götürüb, deyib ki, sabah sənin Pakusheniya olur. Bildiyin. Səncə indi o dokazat ediblər də ki, fake ola bilməz. Yox. Niyə? Yox, çünki sən yox. Bu da başlayıb gangster oynamağa. Hadi mən də onu deyirəm də. Oynayıb bunu bir dəvə qaçırdı. Bunlar qaçırdı özü. Bildiyin. Sonra bunun dolyasını göz görə də başa düşdün. Bunu içirsən. Bunu ancaq eləmək istəyirəm də. Ha, içmək istirdim. İçmək istəmirəm. Biraz bura yox, biraz məndən. Yox, elə biraz bura süz ya özünü. Götür. Boluq bura. Gorillaya görə dava düşür. Orada sudur, hara tökürsən? Su yoxdur orada. Elə bir sudur. Gözləyirəm. 11 orada. Adını deyir də. Hə, mən nəyə gedirəm bura? Tikashi ümumiyyətlə pis balnalara girib. O Latinosların mafiya. Orada ümumiyyətlə bağışlanmır. Maraqlı tema. Hə, başa düşdüm, Platino. Orada ümumiyyətlə bağışlanmır. varsa maraqlı. Orada ümumiyyətlə bağışlanmırlar. Ona görə o seçim. Ala mən də git üçün bayaqdan qulaq asıram. 6-9 işlədik ya. Latinoza. 6-9 zad işlədi. Step Mother nə bilim. Sən nə gedirək ki, yəni bu Amerikada çünki baxırsan məsələn Migos'un ilk kliplərində baxsan, Allah qızıllar da. Okay, bəziləri fake oldu zət. Amma yəni bu bilir ki, kimsə pul buraxıb da bunlara. 6-9 deyəndə Paka niyə gətirdi? Migos heç populyar olmazdı. Yəni ki, burada palajeniya. İstedadsız reperlərdir. Yəni baxır ki, həmin dəqiqə situasiya nə görsədi. Hə. Nə günlə? Amerika səviyyəsində o mən demirəm, o yəni Rusiya səviyyəsində mənim Amerika nəyin baxımından? Lil Baby yox Tikashi kim istedadlıdır? Lil Baby istedadlı amma Tikashi. Amma qulaq asmaq teması olsa mən Tikashi deyərəm. Lil Baby də freestyle track mənim xoşuma gəlir. Lil Baby all day long bro. Okey, понятное дело. Yəni amma sırf yəni şeydən danışır. Sən J. Cole da sevirsən. J. Cole normal adamdır, gör. J. Cole? Nə oldu ki J. Cole? J. Cole bura. J. Cole. J. Cole'dur. J. Cole. J. Cole indi building. J. Cole nə oldu ki? Yox, J. Cole indi bildim. Bir dədir. O Kendrick Lamar temasından başqa. Niyə girişmədi disləşməyə? Yox, gördü ki, ağzı cırılacaq. Yox, getdi Drake-lə fit elədi zət. Yəni o type artist Drake-lə eləməli öldülər bura. Niyə? O Drake-lə dostluq idi. Ya mən daha düşünürəm ki, 21 da eləməli öldü Drake-lə. Yox, o Drake-lə disdən sonra disdən əvvəl eləmişdilər axı. Ya nəsə, bəlkə burada 21 altını vurub bir şey. Hə də hə. Nədə vurub? 21 altını vurub, Popsa'ya girişdi, altını. Popsa, sonra mənim Jacob Popsa eləmədi, Jacob rap elədi. Jacob biraz disdən qaçdı, biraz şeylər disdən qaçdı bura. Çünki sonraki Drake çıxdı. Dedi ki, mən gördüm ki, qardaşlar bir-birini öldürürlər də, mən niyə ora girişim? Niyə escalate edim? Sən atdın axı temanı ortaya. Nə, o deyir ki, o atıb da 3 dənə. O deyir ki, biz 3 dənə ən bomba rapper var, amma bu dəqiqə mən istəyirəm ki, ən bombası mənəm. Yox, Nikoşun da məsələn o açdı da temanı yəni. Yəni mən elə bir dava yaradıram. Başa düşdün? Bunlar dalaşırlar sonra. Elə bir katalizatorluq eləyir. Yox. Dənizlə bunu temanı. Orada başqa söhbətdir. Hansı tərəfdən düzləyir? Ömür boyu battle tərəfdən göstərdi. Bax özün Jacob. Mən belə. Sonra ortada realni bir bif çıxandan sonra özünü çəkməyə hardasa. Jacob şuna bir Kendrick'ə kömək eləyib. Yox, Kendrick'ə kömək lazımdır. Kendrick'in Dre var, Yox, Kendrick var ha. J. Cole Dre'yə bir səfər Kendrick'i J. Cole göstərib Dre. J. Cole göstərib bunlara ki, bu insan var da bir şey. Gəlin kömək eləyin ona. Bu tərəfdən ki, bütün gün battle'dan danışır. Çəkilməyi hardasa düz elədirsən hansı momentdə ki belə tez çəkilməyi reputasiya nəsə zələl verdi amma qalsaydı var ha bundan da pis günə düşəcəkdi. Başa düşürəm. Məncə yox. Kendrick nə deyəcəkdi J. Cole-a? Necə ki J. Cole nə deyəcəkdi Kendrick-a? Özləri bilərdi. Amma bir şey qəşəng
Bu nə söhbətdir? Ya söhbətlər lazımdır. Mən qorxuram da Onu səninlə. demirəm. Axırıncı podkastda biz həm mənə oxa saldın. Nə? Axırıncı suallarla mən çıxdım, ayrıldım bura. Yəni sən mənim Gələcəyinlə oynadın. evliliyimi dayandırdın. Sən nə qədər evliliyin olub bilinir. Özü deyim ha, mən deməmişəm. Olacaq. Qaçırsan da sevər. Yox, Kativo. Zarafasız nəsə ola vermişdin bizə orada. Bombaydı da. Mən Yox, özdə bunlarda, sən bunlarda mən də bilirsən. Hamısını düzdəyirəm. Sonra bu ayıldım ki, bu Bundan yedim belə. Ha, bu isə biraz Ona sıfır tursan başqa da şey. yapırsan. Turu ya prosta pağa düşdüm də çıxandan sonra bura. Deyə mən boyama atardım. Elə oldu Ata, amma bax elə suallar verdim, elə cavablar verdim ki, atam. Sən problem oldu, sən ciddi aldın bu sualları. Hə, Biz ciddi almadıq. Mən Sən onu ciddi. çaşdım. O 2 pula çıxmışsa desə ki, Hani 100% deyil yəni ki o nə dərəcədə ciddi söhbət olub. Özdə mən Tayson heç gəldi. Durub birdən ciddi pula çıxmısan. Elə olub. Prosta da radio. ana biz də oxutduq hə, o qədər. İndi də hədiyyə verirəm. Mən sonra deyir home sex-ni adı home var ki sex. Ağladım da o məsələ. O çox pik idi. O çox pik. Home var ki deyil ala. Sonra Niko Solve heç bir qadın döşün çıxıb söhbət edir. Bir də görün döşün çıxır. O trend olub da, o trend olub. Yox, sən tema var. Çox seriyoz belə qəbul edirsən. Başa düşdün, yazılan kommentləri və yaxud da nə isə bildin. Niyə olmuyor? Mən Çünki sən nəyə görə ki, bax ümumiyyətlə öz təcrübəmdən danışım da sən. Seriozla nəsə pretenziyası olan adam heç vaxt komment yazmır. Mən heç kimə doğrudan girib bir də özünə fikirləş. Mən çıxardılar da kommentlərimizi. Dang yazır da hate deyir. Necə olmuyor? Yəni ki, bəyənmirəmsə bunu ümumiyyət üstündən keçirəm. Düzdür belə Bəyənməməyə başqa hərdən elə bir şey yazırlar ki. Yazırlar da. Sən bilirsən ki, public figursan. 100%. Sən bilirsən ki, bunu ciddi, yəni heç kim sən bunu Elci ilə konsertdə şəkil paylaşmışıq. Biri yazıb ki, Elci çıxıb, deyirəm yo türbədə verdi. Çərdə. Nə olsun? AI ilə falan. Hə, nə demək istəyirəm? Yəni ciddi adam və yaxud da girib ora ağzına gələn sənlə söhbət olan nə edir? Yığır deyirsən ki, qardaş və yaxud da özündən götür də. Qardaş mən sən bu sözümü demək istəyirəm. Bax bura gələm ya təkəm, ya dur kimlə istəyən gəl, ya tək gəl və yaxud da mən 5 nəfərəm. Belə rişvət olmur da. Yoxsa girir altda mən bir sən nələr eşitmişəm. Yazıblar məsələn bu sənə gedib tutmuşuq belə. Mən o sözün mənasını bilmirdim. Öz ana söyüşdü söyür. Bildin? Öz bir də mən yazıb yazıb ki, orada mən Rina yazmamışam, Lina. Pakistan'a gələn Xəzanla bir dənə qaqaş tutmuşuq. Leysər yazıldı akası. Nədir? Urbanyan konsertində falan vermişik. O play var idi o vaxtı şəhərdə disk satırdılar. ABC-də. Hə, o kimi ABC-də bədbax elə bir axşam nəsə yazıb, Xəzanla sporlaşıb, ABC-yə getmişik səhəri. Yəni milyonluq şəhərdə, yəni bir nəfərin qabağına çıxmaq nətər ola bilər bildin? Bunu ABC-də gördük. Sən gördü, çıxartdı çölə, bilsən nə dedi? Qayıtdı ki, mən o mənim eşiz qardaşım idi. Allah Zor fırladı məsələn. Tənha canavar o film nəsə yazıb o vaxtı. Bunu o film nömrəsini Mazi tapıb zəng eləmişik buna. Hə, danışdı. Mazi qaç ki, hardasın ora belədir. Qardaş, mən deyir Moskvadayam. Cin nömrəyə yığmışıq. Bildin yəni bu seriyoz adamın və yaxud da belə sizin vaxtınız var belə kimləsiz kommentdə yəni kimisi tapmaq. o vaxtı Mənə bir sənələr yazırlar bura. Bilirik. o vaxtı Aman da deyil. Məsələn Mazi ilə də aramız düzəlib yaxşıyıq da belə mehriban başa düşdün. O vaxtı sən düşdün üstümə niyə kəsdirirsən? Zaten o vaxtda elə bir Elci ilə hem oldu. Yaxşı ki orada Elci belə araya girdi. Yoxsa bu dəqiqə o deyirdi, mən deyirdim. O verilişdə okey, yəni mən bəzi yerləri həmin belə. Amma komment söhbəti o dəfə mənə biri komment yazıb, o Vuvuzela. Yazır ki, sən şeydən futboldan baş çıxma get yumurta sat da. Mən də qayıtdım. Tenisdə zor. Mən də qayıtdım dedim ki, qardaş keçən həftə yumurtanın korobkasının qiyməti 21 manat idi. İndi holding onun qiymətini qaldırıb 65 manat. Əməlli informasiya var imiş özü. Deyib belə debat istəsən verilişə də gəlməlisən. Xeyirsə yazır. Verilişə gəlmək istəsə belə deyək. Orada da var. Danışmışam da deyəsən burada ümumiyyətlə mən o yadımda deyil danışmışdığım. Konsert səbəb. Yox, komment söhbətinə də bağlamışam. Urbaniya təzə olan vaxtlar, Xaypə təzə olan vaxtı bildin. Hələ onda da sosial set zad belə oxuyuram hələ də kommentlər. Yəni bu söhbətdən sonra başım buraxmışam. Nəsə bir dənə qaqaşla əməllicə girdik də bir-birimizə. Nəsə Nito yazmışdı falan ora bura. Qaraya yığdım ki, gedirəm Nərimanova.
döyülməyə, Allah akbar, elə vibe yaradıb da. Allah bildin? sam deyil o. Hə Ay, da qurban. yazmış, komment də yazmışdı. Sən bilirsən o verişimizdə. Sən bizə verişdə danışdı. Kommentə yazdı ki, elə söhbət olmuyor. Bir elçi Hə, yalan elə olur. danışır. Sən öyle. Getdi yoxsa görüşdük Qaqaş Kalyaskada bildin. Yəni Monti'nin aşağı nara buraxa. Düz aşağı. Bildin nə demək istəyirəm? Yəni bu sənin nəsə ciddi pretenziyası olan adam sənin nömrəni tapır, yığır sənə. Bizim sən verişindən şey olaraq tərbiyəli rubrikamız var. Tamam. Hə, yəni ki, burada heç kim, yəni Bir valideyn kimi sən. bir valideyn rubrikamız var. Onu Samir yaxşı bilir. Ona görə Okay. səni ötürürəm Samirə. Samir indi deyəcək. Amma burada başlamamışdan qabaq ən yaxşı bu rubrika, yəni maraq yeri odur ki, seçəndə bir bunu deyərsən ki, nəyə görə bunu seçirəm? Yəni prosta ki, daha şey yoxdur. Odur budur. Combul budur. Ki bizi göstərdilər. Hə, okey. Yox, sən burada əvvəl çox combul idin. İndi daha bombasan. Saçka yok şimdi. Ona baxın. Bir tane combul. Ben bu combuldu. Mən elə bir açılmış padışkaydı. Buranın arığıydı. Buradan aşağı elə bir Onun yerine saçkaydı. açılmış padışkaydı. Fanta butulkası. Armud istəkan. Ha, iyi. Kimin arasında nə seçirəm? Deyərəm. Tamam. Gerçi bizdə odu az qalıb çaşırdım Panzerleri ha. yandıran da. Az qalıb belə deyirdim onu. O yoxsa bu. Studiyamız da oxşayır. Olsun. Yox, eyni studiyadır. Eyni studiyada. Nəsə. O yoxsa bu rubrikasıdır. Bu. Yine rapper adını çəkəcəm. Birini İşte. seçirsən, Okey. ürəyim necə istəyir. Efraim yoxsa Epi? Efraim yoxsa Epi? Şəxsi söhbəti qatırıqsa bir yerə Epi. Söhbət repdən gedirsə. Söhbət repdən gedirsə, yəni söz deyim zarafat. Yəni ikisini də nəsə elə bir ayrı bir şeydə görürəm də, bildiyin nə demək istəyirəm? Qolda görürəm. Başa düşdün nə demək istəyirəm? Efraimin öz tərzi, Epinin öz tərzi. Başa düşdün? Bunların arasında doğrudan da deyirəm ki, bu Epinin xətrinə dəyəcək söhbət yoxdur. Yəni ki, ikisi də Efraim Epi bunların pokoleniyasında, yəni bu pokoleniya deyəndə ikisi ağlıma gəlir. Başa düşdün? Yəni eyni. Bəs sənə yaxın bu hansı rap söhbətinə? Efraim, hə. Yaxın belə bir qardaş kimi Epi. Hə, başa düşdüm, amma rap də Efraim. Kimi seçdi? Rapper kimi Efraimi, qardaş kimi Epini. Yox, bu o demək deyil ki, başa düşdün? Epi şeydir, как его, daha zəif rap. Mənə yaxın tərəf rap olaraq Efraim. Bildin? Yəni mənim dalbiç elədiyim yol neçə illər başa düşdün? Sən bir söz deyim, mən beynimdə belə bir analiz edirəm hərdən bir. Analizimə uyğun olaraq mənə elə gəlir ki, yəni Efraim hal-hazırda Epinin o yolunu gedir. Necə ki Epiyə o vaxt idi ki, ancaq 15 yaşlı uşaqlarla azad. İndi Efraim düzdür, o birisi pokoleniyada var bir qulaq. Mən də baş söz verirəm. Onu deyirəm ki, biraz dinləyici də lom demək. Məsəl üçün bax, indi hamısını Xətrimizə dəyməz. Bəziləri. Bir saniyə necə, mən Efraim o qədər sevinirəm ki, Efraim bankla işləyir, Efraim pulla qazanır. Daha uşaqlar bilir ki, həmişə deyirəm ki, bu uşağın üstündən necə pul qazana bilmirlər bununla. Bu uşağa necə pul qazanır? Yəni o tərəfdən demirəm. Prosta ki, məsəl üçün nə oldu ya, pastor bankla işlədi, kimsə bankla işlədi, başladılar ki, o sən bildin necə bankla işlədin, belə oldu. Niyə işləməsin? Efraimə bunu yazan yoxdur. Bir sən nəyə görə, bura? Çünki bunlar da oradan da Efraimi qulaq asmırlar bəziləri. Prosta kommentdə görürlər ki, hamı Efraimi tərifləyir, kütlədir də, bu da başlayır. Amma yəni bunu başqa şey eləsə, Efraimin elə versləri var ki, xırdalasan, onunla işləməlidir. Xırdalama. Hə, xırdalama, hə. Yəni nə bilim, heç nə. Yox, prosta mən nəyə gedirəm? Efraim mənə görə biraz inkişaf eləmir. Düzdür, indi Rüzgarın son albomunda, indi bilmən qulaq asmasa, Rüzgarın son albomu çıxmışdı. Rüzgar. Burada Xasa çevirdi. Rüzgarın albomunda, yəni Efraimin trek mənim xoşuma gəldi, İnqilab. Yəni ümumiyyətlə orada Rüzgar da xoşuma gəldi. Burada Bisavad da xoşuma gəldi, Efraim də xoşuma gəldi, Bit də əla idi, çox xoşuma gəldi. Amma ümumi albom xoşuma gəlmədi. Bisavad xoşuma gəldi. Zarafat orada çox bomba səslənirdi. Yəni bir fişkalar istifadə edirlər. Mənə ləzzət elədi, pis deyildi. Yəni mən qulaq asdım. Bəs bir dənə 3 dəfə qulaq asdım. Və mən nəyə gətirirəm də? Efraim də indi Epi də bizim dostumuzdur, amma Epi də biraz elə bir yüngülvari inkişafı biraz yandırıblar. Gec gedir. Efraim də o yolu gedir. Bunlar bir pokoleniya sayılmır. Mən bayaq dedim ki, məsələn Efraimlə Epi deyəndə Epi partudanda Efraim vaxt oyandı şeydə. Yəni liqada dururdu. Başa düşdüm. Yəni mən Efraim Efraim Epi deyəndə niyə eyni pokoleniya ağlıma gəlir?
Ondan sonrakı pokoleniya elə bir. Okey. Yəni sizdən sonra Okey. Epi, Epidən sonra Efraim pokoleniyası. Amma məncə yəni Epidə уже biraz şey eləməlidir. Epigen pokoleniyası sən kimdir? End. Hə, doğru. Mike Cümə zaten. Mən sənəcə Neo Cortex, MC Bas, MC Bas, Naton, Aysal. Aslıxan. Aysal bu bunlardır. Okey. Və Efraim də elə bir mənə görə Efraim biraz inkişafda dayanıb, sanki yəni inkişaf eləmək istəmir. Yəni bir dənə nöqtədə fırlanır. İndi bilmirəm nə vaxtsa onu aşlayacaq, edəcək. o var. Davay, next sual. Epi məsələn nə ilişib məncə? Bırak keçəcəyik olsun. Maliyyə tərəfinə ilişib çox. Nə mənada? Kommersiya. Yox, mənə elə gəlir ki, maliyyə tərəfini beynində həll eləsə, inkişaf gedəcək. Epi üçün elə bir bu bəsdir o tərəfində. Ola bilər. Mən elə görürəm. Studiya pul yazır biraz. 300 girib. Pastor yoxsa rüzgar? 100% pastor. Qədrimizi bilmirsən. 100% pastor. Yəni burada da yəni ki, bir sənətər что это говно, eyni şeydir məncə. Prosta da yəni nə demək istəyirəm? Hə, əgər belə rap kimi baxsaq, qaş mən rüzgarla bağlı, bax. Rüzgar pik treki mal dalınca. Yox, bax, sən öldürürsən, qaş sən çox bax, xeyt eləmirəm, bax, nə deyirəm? Mənim vaspiriyasiyam çuşqalıqdır. Bax elə görürəm də qaşda. Yəni kimi rüzgarı. Bir sənətər elə bir mən bu sənətin ümumiyyətlə Qaraçkoy, bildiyin qabağa gedən, bildiyin belə başqa bir şey görmüşəm. Özüm olaraqdan danışıram. Prosta elə bir var rüzgar mənim anlayışımda elə bir kro deyir türklər, bildiyin odur da başa düşdün. Bax. Pərvizsə nabat. Niyə nabat özünü o hər dəfə inkişaf elətdirmək istəyir? Hər dəfə nəsə bir yenilik eləmək istəyir. Eləmək istəyir. Bildin? Bu salafan geyini baxırınız əvvəl şeydir, elə bir Batman-dən Robin nəsə incest olub. Bu anlamda. Bu gəlib də başa düşdün. Bax elə bir şey gəlir mənə. Qaqastan deyir. Pure tabu. Nadir yoxsa nağılbaz? Bolet. Mən Nadir ümumiyyətlə rapdən çox beatmaker kimi görürəm. Okay? Yəni ki ümumiyyətlə Nadir öz karyerasında Nate Dogg kimi istəyib görsün də özünü başa düşdün. Hookmaker deyək də buna. Non-nağılbaz, mən bunların hamısından o pokoleniyanında, yəni ki, bax, Xosla da, Dəyirmanla da, yəni bunların hamısından atnaşın olub. Bir nağılbazda görmədim qələm qurmalı. Qurmadı da adamı qələmdə, başa düşdün. Yazırdı, deyirdi, freestyle olsun, o olsun, bu olsun. Bir də Elşadda. Bildin? Mənim üçün nağılbaz az rap nə qədər də belə nağılbaz dinləyicisi də olmamışam ha heç vaxt mən. Yəni ki, nə mənada var verselər, var raplər ki, xülas mən Elşad fanatı olmuşam az rapdən götürsək. Nağılbaz mənim üçün başqa yerdədir. Çünki bu adam başlayıb, bu adam nağılbaz. Nağılbaz. Sən niyə tələsdirirsən adam? Tələsdirmirəm, elə bir. Həyatı çox time qutarıb durur. Rio yoxsa End? Mən çox fikirləşdim. Sən niyə görə fikirləşdin? Endlə fitim olacaqdı. O Rio ilə də eləyərdim. Yəni biz problem Rio ilə əgər maraqlıdır sonradan mən də nəsə eləyərdim. Yəni ikisinin də elədiyi işlərə görə Rio. Nə mənada elədiyi işlərə görə gəlir. Bax ikisinin də dinləyicisi deyiləm. Mənə elə gəlir ki, Rio daha çox əziyyət çəkir. Bildin nə demək istəyirəm? Onun produktivni, bildim, nəsə eləməyə çalışır. Endi təzə başlayıb. Nabarot, Rio label-la işləyir. Endi bədbəxt tək işləyir. Necə tək? Label, Destroy label. Mən nə vaxt label deyil. Yəni orada hər şeyi özünü eləyir. Biraz Gango ola bilər. Kömək olur. Label eləsin. Yəni başqa ola bilər label eləsin. Amma elə bil ki, Rio daha çox zapisə girir. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Elə bir Rio daha çox nəsə buraxır. Hə, daha yox, produktivni. Mən də belə Rio özüm ki, ona görə demirəm. Vaxtı dinləndə. No comment. No foto. Rio ilə arası. Rio arası yoxdur da baxam. Çünki vaxt zövqlüdür. Yaxşı da alıdı. End. Yenə oradan deyirsən ki, end. Tibu yoxsa Tefo? Tibu. Tibu? Rap baxımından Tibu. Telefon rapini görməmişəm bildiyin. Niva verir təbii bir daha. Telefon çox da olmadı axı rapdə. Mən telefonu özünü çox istəyirəm. Telefon amma stilini rap eləyirdi məncə. Bu Tibu daha işgüzar idi. Ay qurban, bax gəndana görə. Mən Tibunu daha çox eşitmişəm, telefon tərzi mənə daha yaxındır. Prosta demişkən də. Stil olaraq telefon qəşəng. Yoxdur işlədirək.
Daha çox mən də Tibuya qulaq asmışam. Tibu da öyle bir şeydi, как его, termitdi də bildiğin. Onu buradan öldürsən oradan çıxır, oradan öldürsən buradan çıxır bildiğin o böyle bir Smert. Smert bu. Yapon yoxsa Jayco? Yapon yoxsa Jayco. Bax. Jayco'nda Karyera yoxsa tərs? Bunun Tərs. adı budur. tərs Jayco deyəcəksən. No mən də Keris xoşlamıram. Yapon deyərdim. Bu bir sənin prosto nətər seçimdir. İkisi də mənim playlistimdə yoxdur. Okay, oradan başlayaq. Gəncəlidir deyən Jayco-nu deyə bilərdim, amma Gəncəli deyil, qaxlıdır. Onda şey. Onda vəbşə bir sənə. Yox, niyəsə bir ara qaxlı olduğunu bilməm. Əslihan da ona qalsa. Zaqatal aldı. Əslihan da məsələndə tutaq. Amma respekt atıblardı. Hədə Gəncəli. Çünki Miro ilə zaten bir yerdə idi. Hələ biz Zidan Deyərdim ki, Miro yoxsa Əslihan. Miro yoxsa Əslihan. Biz rapdən danışırıq. Sən Onlar Miro mənim ən çox rap başına işlədən olub, onlar da. Miro rapper nə vaxt oldu? Miro rapper deyil. Olub da rapper. Yapon. Və onlar nağılbazdan danışırsan, Yaxşı, Madibu yoxsa Xose? Rapper olmuşam da. Bir an olmuşdu ki, Madibu. Okaber yoxsa Expert? Oka. Elmir yoxsa OGB? Elmir Dərman Elmir, OGB. Qəşəng. Onun cibi mənim cibim. Yaxınca Orxan Zeynallı yoxsa Promete? Kimlə kim? Orxan Zeynallı yoxsa Promete? Trombon. Orxan. Sən birinci buraxılışda bizə freestyle-da soxdun. O soxmadım. Soxdun bura. Bax qulaq. Birincisi Ha. biti seçdin. Ha. Mabcipin bitini seçdin. Rusiyada göstərmirdi o. Hələ adı zarfasyon niyə oldu? O zarfasyon niyə oldu? Disclaimer da bro. Moskva qoymurdu. Cəmaə yazırdı ki, biz Moskvaya Moskvadayıq, baxa bilmirik. Yox, freestyle. İndi demək istəmirsən. Yox, bırakmım, yox. Bəlkə də nə vaxtsa amma bu yox. Yaxşı. Bugün yox. Evdə çəkib göndərərəm. Qoyarsınız. Giririk. Şurada. Bro, çox əlaydı. Çox şadam. Liçlə mən indi uşaqlar bilmirəm ki, səni yenə də aramızda görməyəm. Yəni ki, xahiş edirəm. İşdə də, brat. İşdə yəni. Hələ, xahiş edirəm. Sən qazda qıram. hərdən onları aparam o yeni nəsil. Hə, mən elə qaz verib təzəliksə. Studiyalarına falan. Həvəsə gəlsin, təzə enerji. Göstərirəm ki, brat, hamısı bu yeni nəsil sənə bilə elə hörmət edirlər, elə bilirlər. Baxma da biraz qıraqda qalanda elə bilirsən ki, unudulmusan kimsə belə. Aparam gedirik, görür orada həvəslənir ki, doğrudan nəsə lazımdır yəni. Yəni bu dəqiqə işin 60% səndədir. Bildin? Söz verirsən. Ondan bırak. Mən doğrudan bu veriş və bu podkast, nə bilim adını nə qoysan qoy. Çox özümü rahat hiss elədiyim yerdir. Başa düşdün? Elə bir ki, doğrudan da öz qardaşlarımla oturmuşam və elə bir öz verilişimdir. Belə Yes, hər zaman da qapat. Rahat. Çox rahatam burada. Öz verilişsən Şamillə bir söhbət. Sən sənən də evci qoyaq adınızı. Qorxudan Bakovaya satıb-sat eləmişəm. Qoy təzdən ora bir dənə patpiska atıb. Yenə də həmişə bu qapı açıqdır. Gəl, yarat, yaşa, Yalat. yalat. Çox sağ olun uşaqlar.